İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin Xarici İşlər Nazirlərinin iştirakı ilə Bakıda qoyulub. ADA Universitetinin rektoru Hafiz Paşayev, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sergio Mattarellaya yeni tikilmiş tədris korpusları və onların ətrafında yaradılmış park barədə məlumat verdi. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın 5 aparıcı ali təhsil müəssisəsi, Luis Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bologna Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. Bu əməkdaşlıq İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir. İqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində mühüm rol oynayır. Sonra tədris korpusunda təşkil edilən Azərbaycan və İtaliya kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanışlıq oldu. Tədris korpusunda yerləşən bazar meydanı isə Azərbaycanın tarixi İpək yolunun bir hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və müəllimləri ildə bir dəfə burada bir araya gələrək öz layihələri ilə yarışacaq və onları biznes mühitinə təqdim edəcəklər. Bu sərgilər yerli və beynəlxalq səviyyədə universitet, sənaye, dövlət arasında üçtərəfli əməkdaşlığa xidmət edəcək. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.
Tədris korpuslarında sinif otaqları ilə yanaşı müasir texnologiyalara əsaslanan İtaliyanın Bologna Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriyada fəaliyyət göstərəcək. Burada memarlığa aid materiallardan ibarət kitabxana, şəhərsalma, landşaft və foto-video studiyalar, müxtəlif dizayn emalatxanaları yerləşir. Yeni binalarda qurulmuş tədris emalatxanası isə dərslərin praktiki davamı üçün bir məkandır. Burada müxtəlif növ materiallarla işləmək üçün texnoloji və rəqəmsal imkanlar yaradılıb. Tədris emalatxanası tələbələr və tədqiqatçıların bir yerdə işlədiyi məkandır. Onların birgə əməyinin nəticəsi isə xüsusi dizayn və yaradıcılıq mərkəzi vasitəsilə sənaye və biznes strukturlarına çatdırılacaq. Bir sözlə, bura tədris və tədqiqatın real iş dünyası ilə birləşdiyi mərkəzdir. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya prezidenti Sergio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtalyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Möhtərəm Cənab Prezident İlham Əliyev, Möhtərəm Prezident Sergio Mattarella, Möhtərəm Mehriban xanım, ölkəmizin birinci vitse-prezidenti. Mən sizi səmimi qəlbdən çox həyəcanla və iftixarla bu yeni binada salamlayıram. Həmçinin mən istəyirəm
Azərbaycanın və İtaliyanın rəsmilərini, bizim professor müəllim heyətini, tələbələri salamlayım və alqışlayım. Sizə, hamınıza hoş gəlmisiniz deyim. Beş il bundan əvvəl Prezident İlham Əliyevin İtaliya rəsmi səfəri zamanı Prezident təşəbbüslə çıxış elədi və İtaliya-Azərbaycan Universitetinin yaranması haqqında bir təklif irəli sürdü. O zamandan işlər başladı və 2022-ci ildə artıq Roma şəhərində biz 5 İtaliya Universiteti ilə birlikdə müqavilələr qol çəkdik və beləliklə niyyətlər konkret işlərə keçdi. Ondan sonra əlbəttə Cənab Prezidentin böyük bir bizə hədiyyə kimi yeni İtalya-Azərbaycan Universitetinin Bakıda kampusunu yaratması haqqında sərəncam verdi. Bugün görürsünüz, biz indi həmin bu universitetdəyik, bu gözəl universitetdir. Artıq 2 bina bu universitetə məxsusdur. Biri kənd təsərrüfatı və qida elmləri, digəri isə dizayn və arxitektura fakültəsi. Bugünə qədər tək, əlbəttə bu nailiyyət deyil. Bugünə qədər biz demək, təhsil sayəsində, təhsilin təşkili sayəsində də işlər görmüşük və deyə bilərəm ki, bugün bizim 640 tələbəmiz var. Onlardan demək 112-si magistr tələbələridir, qalanı bakalavr tələbələridir. Və hətta deyə bilərəm ki, ilk qəbulumuz bizim 2023-cü ildə olub və onun artıq məzunları da bu il Louis Universiteti ilə elədiyimiz magistr proqramını başa vurublar və məzun olublar. Mənim əlbəttə sizin vaxtınızı çox almaq istəmirəm, amma mən bir şey demək istəyirəm. Bu universitetin yaranmasında həm İtaliya tərəfi, həm İtaliyanın 5 universiteti, Louis, Politecnico Milano, Politecnico Torino, Sapienza və Bologna, əsas da o binanın yiyəsi Bologna Universitetinə məxsusdur ki, bu kənd təsərrüfatına aiddir. Deməyim odur ki, bu işlər artıq görülüb və bu işlərdə çox şirkətlər iştirak edib, onların bu işə elədiyi töhfə çox dəyərlidir. Mən indi hamısını sadalamaq istəmirəm, amma doğrudan da bu iş elə bil ki, bir təhsilə olan həvəs o qədər böyükdür ki, hər bir adamda, hər bir şirkətdə. Ona görə biz çox böyük kömək görmüşük. Onu deyim ki, çox həvəslə bu iş görülüb və Cənab Prezident, bu imkanı bizə verdiyinizə görə sizə çox təşəkkür edirik. Bu doğrudan da həyəcan doğuran bir işdi və bunun davamı olacaq təbii ki. Amma bugünə elədiyimiz işlər elə bilirəm ki, müəyyən təsəvvür yaradır ki, bizim niyyətlərimiz nədir, hara gedirik və ümumən bizim ölkənin təhsilinə daha artıq töhfə vermək fikrindəyik. Mən bilirəm ki, hər iki ölkədə bu təhsillə bağlı çox
işler görülür ve hatta bizim partnerler bu işte bize kömək eləyərək onun öz təcrübəsini həvəslə bizə ötürürlər və bu mənada mən xüsusi ona diqqət yetirmək istəyirəm ki, hal-hazırda 26 doktorant bu iki üniversitede, Bologna Üniversitesi'nde, sonra Polimi'de ve hatta biri de tezelikte Turin'de de. Turin'de bizim o injinerlik sayesinde doktorantlarımız var. Ben her iki prezidentin təhsilə verdiği diqqəti və dəstəyi xüsusi qeyd eləmək istəyirəm. Həm Prezident İlham Əliyev, həm Prezident Sergio Mattarella, hər ikisi təsadüfi deyil ki, bugün bu mərasimdə razılıq verib gəlib bu binaların açılışını eləyirlər bir yerdə bizimlə. Ona görə bizim üniversitetin adından, tələbələr, müəllimlər adından hər ikinizə çox böyük təşəkkür edirəm. Çox sağ olun. İndi isə mən istərdim ki, Prezident İlham Əliyev bizim bu xoş günümüzdə, bayramımızda bize tövsiyelerini ve fikirlerini söylesin. Çok sağ olun. Sağ olun. Hörmətli Cənab Prezident, hörmətli qonaqlar, tələbələr, müəllimlər, xanımlar və cənablar, bugün İtaliya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. İtaliya-Azərbaycan Universitetinin binalarının açılışını biz qeyd edirik. Mən keçən il Romada Prezident Mattarella ilə görüşərkən ona bu haqda məlumat verdim və onu Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Və şadam ki, Cənab Prezident mənim dəvətimi qəbul edib, Azərbaycana ikinci dəfə rəsmi səfərə gəlib və səfər çərçivəsində bu gözəl təhsil ocağının açılışını biz birlikdə qeyd edirik. Əslində, Prezident Mattarella'nın rəsmi səfərinə bu tədbirin salınması onu göstərir ki, həm İtaliya, həm Azərbaycan bu sahədəki əməkdaşlığa çox böyük əhəmiyyət verir. Və əminəm ki, universitetin gələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacaq. Universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər. Burada oxuyan və oxuyacaq tələbələr gələcəkdə Azərbaycanın inkişafına əminəm ki, çox böyük dəstək verəcəklər. Çünki sir deyil ki, hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, bu ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır. Və bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir. Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan ilk növbədə təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq. Yenə də deyirəm, neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzun müddətli, dayanıqlı inkişafa malik olacaqlar. Bu inkişaf qısa müddətli ola bilər. Uzun müddətli, dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin səviyyəsinin üzərində qurulur. Ona görə biz Azərbaycanda bu sahəyə böyük diqqət yetirərək artıq uzun illər ərzində bir çox önəmli proqramlar icra eləmişdik. Mən prezident vəzifəsinə seçiləndən sonra demək olar ki, dərhal göstəriş vermişdim ki,
Azərbaycan vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə Azərbaycan gəncləri ezam edilsin. Onların bütün xərcləri dövlət tərəfindən ödənilsin və onlar yaxşı oxuyub vətənə yaxşı mütəxəssislər kimi qayıtsınlar. Bugünə qədər dövlət xətti ilə təhsil alan, dünyanın aparıcı ali məktəblərində təhsil alan tələbələrin sayı minlərlə ölçülür. Ondan sonraki mərhələdə qərara gəldik ki, eyni zamanda Azərbaycanın daxilində təhsil sisteminin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlıq məsələlərinə də diqqətlə yanaşaq. Və artıq Azərbaycanda bir neçə xarici tərəfdaşlarla birgə universitet fəaliyyət göstərir və növbəti universitet İtaliya-Azərbaycan Universitetidir. Bu universitetin özəlliyi bundan ibarətdir və burada rektor Hafiz Paşayev bunu qeyd etdi ki, 5 aparıcı İtaliya Universiteti ilə birlikdə, ADA Universiteti ilə birlikdə bu universitet qurulmuşdur. Və əlbəttə ki, İtaliya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini nəzərə alaraq biz əminik və ümid edirik ki, bu Azərbaycanın aparıcı təhsil ocaqlarının birinə çevriləcəkdir. İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq, çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısa müddətli deyil, uzun müddətlidir. Eyni zamanda ildən ilə bizim əməkdaşlıq çərçivələrinə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış, sənaye istehsalına qədər uzanan və bugün təhsil sahəsini əhatə edən əməkdaşlıq sözün əsl mənasında strateji xarakter daşıyır. Dünən Prezident Mattarellanın rəsmi səfəri zamanı həm rəsmi açıqlamalarda, həm apardığımız danışıqlarda biz bunu qeyd edirdik ki, İtaliya-Azərbaycan əməkdaşlığı məsəl üçün energetika sahəsində böyük bir inkişafa yol açmışdır. Cənub qaz dəhlizinin tərkib hissəsi olan TAP layihəsi böyük dərəcədə Prezident Mattarellanın şəxsi dəstəyi nəticəsində mümkün olmuşdur və əgər o vaxt bu həll olunmasaydı, bugün biz Avropa məkanına bu qədər təbii resurslar ixrac edə bilməzdik. Biz də ondan əziyyət çəkərdik Avropa məkanında. Bugün Azərbaycan qazı 8 Avropa İttifaqına üzv ölkənin enerji təhlükəsizliyini dəstəkləyir və bu coğrafiya genişlənir və burada İtaliya-Azərbaycan əməkdaşlığı həll edici rol oynamışdır. Qaz təchizatına görə Azərbaycan İtaliya bazarında ikinci yerdədir. Neft təchizatına görə birinci yerdədir. Əminəm ki, təhsil sahəsində də İtaliya bizim üçün birinci nömrəli tərəfdaş olacaq. Hər halda burada gördüklərimiz və artıq fəaliyyətə başlamış universitetin deməli, uğurları bunu deməyə əsas verir. Artıq yüzlərlə tələbə oxuyur. Biz bugün burada rəhbər heyətlə də tanış olduq. Burada beynəlmiləl müəllim heyəti qurulubdur. Həm İtaliyadan, həm Azərbaycandan. Xarici tələbələr də var və bu çox gözəl bir ovqat yaradır. Əminəm ki, burada oxuyan və buradan məzun olacaq tələbələr gələcəkdə İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaq. Hər halda Azərbaycan tələbələrinin, burada oxuyan tələbələrinin gələcəyi İtaliya ilə bağlı olacaq. Onlar İtaliyanı daha yaxından tanıyacaqlar, onun mədəniyyətini, onun inkişafını, onun uğurlarını və burada bir çox məqsədlər təmin ediləcək. İlk növbədə Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə güclü kadr potensialı yaradılacaq. Bizim təhsil sahəsinin təkmilləşməsi məsələləri öz həllini tapacaq.
biz ən müasir və mütərəqqi təhsil sisteminə qoşulacağıq və eyni zamanda Avropa İttifaqının aparıcı ölkələrindən biri olan İtaliya ilə bizim dostluq əlaqələrimiz daha da güclənəcək. Və bütün bu amilləri nəzərə alaraq bir daha görürük ki, vaxtında atılmış addımlar və düşünülmüş addımlar gözəl nəticələrə gətirib çıxarır. Burada qeyd olundu, bu universitetin yaradılması təşəbbüsü cəmi 5 il bundan əvvəl irəli sürülmüşdür. Romada Azərbaycan səfirliyin binasında yerləşən mədəniyyət mərkəzində sənədlər mübadiləsi olmuşdur. Ondan sonra mənim tərəfimdən sərəncam imzalanmışdır. Ondan sonra Azərbaycan dövlət büdcəsindən bu binaların bütün infrastrukturun yaradılmasına vəsait ayrılmışdır və bugün 2025-ci ildə biz bu gözəl binaların açılışını qeyd edirik. Bu doğrudan da gözəl hadisədir. Bu təhsil ocağı İtaliya-Azərbaycan dostluq ocağı olacaq. Hər birinizi bu münasibətlə təbrik edirəm. Prezidentə bu tədbirdə bizimlə bərabər olduğu üçün bir daha təşəkkürümü bildirirəm. Sağ olun. Çox sağ olun, cənab prezident. Əslində siz bizim nailiyyətləri məndən yaxşı dediniz. Mən özüm o səviyyədə deyə bilmərdim. Çox sağ olun sizin bizə münasibətinizi, ümumiyyətlə bizim işə münasibətiniz. Mən indi istəyirəm sözü bizim hörmətli qonağımıza, İtaliya Respublikasının prezidenti Sergio Mattarella'ya verim və deyim ki, nadir bir prezidentdir ki, bizim universitetdə ikinci dəfə çıxış eləyəcək. Mən yadımdadır ki, o 2018-ci ildə birinci səfəri zamanı bizdə çox gözəl bir çıxış elədi. Tələbələrlə çox ünsiyyət qurdu və tələbələrin suallarına da cavab verəndə o anladı ki, bizim tələbələrin marağı nə səviyyədədir. Yadımdadır ki, çox yaxşı təəssüratla Bakıdan, bizim universitetdən getdi. Cənab Prezident, buyurun, sizə söz verilir. Buyurun. Cənab Prezident, hörmətli xanım, birinci vitse-prezident, ADA Universitetinə və rektora söylədiyi sözlərə görə dərin təşəkkürümü bildirirəm. Onunla birgə buraya gəlmiş Luis Universitetinin, Milan və Turin universitetlərinin, eləcə də Bologna və Roma universitetlərinin rektorlarını, prorektorlarını salamlayıram. Cənab Prezident, mən özüm də illər öncə Roma universitetini bitirmişəm. İtaliya-Azərbaycan universitetinin dosentlərini, eləcə də indicə tanış olduğumuz bu cür möhtəşəm şəhərcikdə təhsil alan və alacaq tələbə qızları və oğlanları xüsusi səmiyyətlə alqışlayıram. Şəhərcik böyük təəssürat bağışladı. Onun binasının funksionallığını və gözəlliyini yüksək dəyərləndirirəm. Mən şəxsən bu təşəbbüsdən olduqca məmnunam. Onun Azərbaycanla birgə reallaşdırılmasından İtaliya fərəh hissi duyur. Bu universitet nəinki geniş imkanları, resursları, tədqiqat və tədrisi, dosentləri, təhsil alan gənc Azərbaycanlı və İtalyan tələbələri bir araya gətirir. O cümlədən Azərbaycan ilə İtaliya arasında yüksələn xətlə artan, intensiv və geniş dostluğu əks etdirir. Bu təşəbbüsün həm rəmzi, nümunəvi mahiyyəti var, həm də o əməkdaşlığımızın tacıdır. Və Prezident Əliyevin xatırlatdığı kimi özünü müxtəlif formalarda və sektorlarda, yəni enerjidən tutmuş iqtisadiyyat və sənaye sahələrində bir üzə verir. Həm də bu məkan ölkələrimizi, onun vətəndaşlarını sıx bağlayan mədəniyyəti, elmi tədqiqatları,
təhsili təcəssüm etdirir. Azərbaycana yenidən gəlmək məqsədi ilə məni nəzakətlə dəvət etdiyinə görə Prezident Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu cür möhtəşəm tələbə şəhərciyini açmaq münasibəti ilə mənə etdiyi dəvətdən şərəf hissi duyuram. Həqiqətən olduqca minnətdaram. Bütün bunları diqqətini öz vətəndaşlarının rifahına yönəldən, onların həyatına qayğı ilə yanaşan, gələcəyi haqqında düşünən ölkələrimiz arasında münasibətləri nümayiş etdirmək fürsəti kimi görürəm. Bakı və Roma nəinki coğrafi baxımdan təmaslar tarixini yazıblar, hətta ticarət baxımından kəsişən yollar vasitəsilə mallar və məhsulların mübadiləsi səlnaməsini yazıblar. O cümlədən öz bilikləri, perspektivləri, dostluq və əməkdaşlıq planları ilə də bölüşüblər. Bunların İtaliya, Azərbaycan Universiteti timsalında bu cür səmərəli, konkret formada və yüksək keyfiyyətlə yenilənməsi həmçinin bütün beynəlxalq ictimaiyyətə bir ismarışdır. Bu əməkdaşlıq bacarıqları, istedadları, resursları və perspektivləri tamamlayır. Cənab Prezidentlə birlikdə universitetin bu cür möhtəşəm binasını görməkdən çox məmnunam. Bu təhsil ocağı dosent və tələbələrə nəinki tədqiqatlar aparmaq, işləmək, öyrənmək, bilikləri fəal şəkildə artırmaq imkanı verəcək. Eləcə də bu ərazidə universitet həyatını duymaq fürsətini yaradacaq. İnkişaf perspektivləri haqqında düşünərkən, belə inkişaf meyllərinin Azərbaycanın bütün ərazilərində geniş vüsət almasını arzulayıram. Beynəlxalq əhəmiyyətli təşəbbüslərin burada çox olmasını istərdim. Bu cür birgə perspektivlər İtaliya, Azərbaycan Universitetimizin rolunu daha da artıracaq. Universitetin əks etdirdiyi və ifadə etdiyi mədəniyyət biliklərin daşıyıcısı kimi ismarışları daha səmərəli edəcək. Bu münasibətlə burada təhsil alan və alacaq tələbə qızlara, oğlanlara ən böyük təbriklərimi çatdırıram. Onlar nəinki öz ölkəsinin təhsil ocağında təhsil alacaq, eləcə də bizim ölkənin digər təhsil ocaqlarındakı tələbələrlə, dosentlərlə və tədqiqatçılarla virtual deyil, real və səmərəli şəkildə əlaqə saxlamaq imkanını qazanacaqlar. Həmçinin bizim tələbələr, dosentlər və tədqiqatçılar Azərbaycanlı həmkarları ilə təmas quracaqlar. Biliklər bu cür dərinləşir. İmkanların miqyası artır. Bu halda həmin təcrübə və təşəbbüs inanılmaz dərəcədə dəyərli alətə çevrilir. Bildirmək istərdim ki, Prezident Əliyevlə iştirakçı universitetlərin gördüyü iş, o cümlədən böyük əhəmiyyətli nəticələr vermiş, həmin qeyri-adi təşəbbüs haqqında artıq danışdıq. Bütün bunlar həmin təhsil ocağının ərsəyə gəlməsi ilə bağlı təşəbbüsün və məramın düzgünlüyünü göstərir. Gördüyümüz işlərə görə sizə sağ ol deyirik. İtaliya bu təşəbbüsdə Azərbaycanla birgə iştirak etməkdən fərəhlənir. Cənab Prezident, həqiqətən çox məmnunam ki, biz beynəlxalq səviyyədə bu cür əhəmiyyətli nümunə göstəririk. Yəni, əməkdaşlığın dərinləşməsi və inkişafı, istedadlı gənclərimizin təhsili təmin edilir. Ağır münaqişə və toqquşmalarla səciyyələnən
Hazırki beynəlxalq vəziyyət fonunda biz məmnuniyyətlə əməkdaşlıq edirik. Nəinki iqtisadiyyat, sənaye sahələrində, o cümlədən mədəniyyət, gənclərin təhsili, onların formalaşdırılması sahəsində çalışırıq. Bəşəriyyət isə hər zaman bu yolda olmalıdır. Bəşəriyyəti irəliyə aparan yalnız gənclər olacaq. Qlobal səviyyədə çox işlər görmüşük. Mədəniyyət, təhsil və tədqiqatların dərinləşməsi olmadan bu çağırışlar qarşısında dayanmaq mümkün olmayacaq. Bu amal İtaliya-Azərbaycan Universiteti tərəfindən dəyərləndirilir və onun üçün əməkdaşlıq aparılır. Gördüyünüz işlərə görə təşəkkür edirəm. Rektorları, dosentləri və tələbələri təbrik edirəm. Çok sağ olun. Ben öyle bilirəm ki, bizim bugünkü yığıncağımızda, görüşümüzde çok değerli tövsiyeler aldık ve bu işte biz irəli getməliyik. Doğrudan da ben bilirəm ki, hamımız bu işte öz maharetimizi gösterməliyik. Ama ben xüsusi qeyd etmək istəyirəm. Dediyim kimi, hem Azərbaycanın prezidenti, hem de İtalyanın prezidenti təhsilə, mədəniyyətə çox böyük dəstək və töhfə verirlər. Bu işe göre her iki prezidente çok büyük minnettarlığımızı bildiririk. Bütün bizim üniversitetin adından, tələbələr adından, müəllimlər adından. Çok sağ olun. Sağ olun.